Düşmanla çiğin-çiğine vuruşan batalyonun, 1. batalyonun komandir mavini İlham Məmmədov'a yoldaşa söz verirəm. Əziz qonaqlar, igid əsgərlər, bugün biz bura toplaşmışıq ki, bizim qəhrəman komandirimiz Əliyar Əliyevin xatirəsinə ucaldılmış abidənin açılışını keçirdək. Əliyar haqqında bugün biz hər birimiz öz ürək sözlərimizi deyirik. Hiss edirəm ki, hamı bu sözləri deməkdə çətinlik çəkir. Çünki ehtiyatsız bir sözlə Əliyar əzəmətinə toxunmaq mümkündür. Əliyar kim idi bizim üçün? Əliyar bizim üçün qəhrəman idi. Əliyar bizim üçün çempion idi. Əliyar bizim üçün pəhlivan idi. Əliyar bizim üçün azadlıq bayrağını daşıyan öncül idi. Çox saymaq olar. Zaman keçər, söz ustaları xalq Əliyara dastan qoşar, mahnılar bəstələyər, şeirlər yazar.